Çok sağ olun. Bəli, Narin xanıma təqdim olunacaq. Ağdam yurdundandır. Bəli, Ağdam elindəndir. Hər bir şəhid bizim üçün qəhrəmandır. Təxminə xanım, bayraqları var, simvolik hədiyyələr. Gördüyünüz nə qədər simvolik hədiyyələr varsa, hər biri şəhid ailəmiz üçün hazırlanıb. Xüsusən özlərinin adları ora yazılır, onların barəsində şeirlər yazılır və hər şəhidə məxsus hazırlanır. Canım yoldaşım, bəli, əgər canım anası sağ olmayan şəhidlərimizə canım yoldaşım deyə təqdim edirik o hədiyyələri biz. Jurnalları da var, Raziyə xanımın hazırlatdığı, gül buketlərimiz də var. Simvolik gül buketləri, hansı ki üç rəngli bayrağımız. Məhz o bayraq uğrunda canlarını fəda etdilər. Azərbaycan torpaqları uğrunda canlarını fəda edən şəhidlərimiz uca zirvələrdə Azərbaycan bayrağının, üç rəngli o bayrağın yüksəkliklərdə dalğalanması üçün o oğullarımız canlarını fəda etdilər. Məqamınız ucadır. Necə ki o ucalıqda bayrağı görmək istədiniz, əziz şəhid qardaşlarım. Sahibə xanımın da şeir tövfəsi var. Arzu xanım. Bəli. Bu jurnalımız da yine Flora xanımın təşkilatçılığı ilə, bu jurnalımız da yine Flora ananın təşkilatçılığı ilə ərsiyə gəlib, onu Təxminə xanıma hədiyyə eləyirik. Ramizin ev muzeyinə. Buyurun. Çox sağ olun Raziyə xanım, çox sağ olun Flora ana, çox sağ olun ki bu ailəni birləşdirib bir yerdə saxlaya bilirsiniz. Ailə özü kiçik bir dövlətdir. Bu dövlətin başında necə ki Ali baş komandanımız dəmir yumruğu altında bütöv Azərbaycan olaraq birləşdirib Qarabağ torpaqlarını işğaldan azad etdi. Və bugün də hər birimiz o ailələr cəm olaraq, birləşərək şəhid ailələrinin, şəhid xanımlarının, şəhid evladlarının yanında ola bilirik. Əzizimiz Flora ana, biz sizə dərin minnətdarlığımızı bildiririk. Biz sizə təşəkkür edirik ki, bu gənc xanımları, bəlkə də onlar heç biri bir-birindən xəbəri yox idi, heç biri bir-birini tanımırdı. Bəlkə də onların həyat yoldaşları məhz sizin oğullarınızla bir yerdə çiyin-çiyinə döyüşərək qəhrəmancasına şəhadətə qovuşdular. O oğullar ki, məqamları, məramları, məqsədləri bir idi. Vətən torpaqlarını düşmənə verməsinlər deyə bu yola çıxmışdılar. Baxmayaraq ki, heç birini tanımırdı. Amma bugün onların ailələri bir yerdədir. Bugün onların doğmaları doğmalaşıb bir-biri ilə. Ruhunuz şad olsun, əziz şəhidlərim. Tanrı sizi qorusun, əziz şəhid ailələrim, analarım, bacılarım, qardaşlarım, atalarım, şəhid körpələrim. Təşəkkür edirəm sizə. Bir daha